başlığını tam olaraq düzləşdirdi, ancaq atverkada nə dayanma var, nə də ki şurup açıldı, inadlaşıb. Artıq bunu başqa bir yöntəmlərlə məcbur asmaq lazımdır. Hər kəs salam, bugün sizlərlə bir yerdə M-Top'un bu cür zaretkalı atverkasını inceləyəcək. Kutu açılımını edəcək. Bu atverkanı qabaqcadan işlətmişəm, biraz tozlu torpaqlı ola bilər ona görə. Və atverkadan müəyyən məlumatlarım var. Atverkanın gücü nədir, necədir və necə işləyir. Bu atverka haqqında nə bilirəm, hər şeyi deyəcəm. Siz də əgər bu atverkanı almaq istəyirsinizsə müəyyən məlumatlarınız olsun. Və qabaqcadan deyim ki, reklam deyil, sadəcə özüm almışam və sizlərlə bölüşmək istəyirəm ki, bu mal və buna bənzər mallar necədir və bu korpusda imenli Inco və yaxud da digər firmalarda ola bilər. Inco'nun nəqd olaraq tam olaraq bu korpusda, bu qablaşdırmada olan yenə bir mal var. Ortalama fiyatı 35-40 manat civarıdır. Bu atverkadan alsaz nələrə diqqət eləməlisiniz, almamışdan qabaq nələrə önəm verirsiniz və gözləntiləriniz nələr, hər biri haqqında deyinəcəm. Elə isə başlayaq videomuza. İlk başda kutudan başlayaq, çünki daha asan olanı budur. Kutunun içərisində 16 dənə xırda başlıq, 2 ədəd böyük başlıq və 1 ədəd uzadıcı var. Xırda başlıqlarda 8 ədəd şest qranik dəsti görürük, 4'ü içi boş, 4'ü içi dolu olmaqla universal ən çox işlənən şest qranik dəstləri var. Və digər xırda başlıqlarımızdan mənfi və plus olaraq başlıqlarımız var. Pluslar P0-dan P3-ə qədər, minuslar isə SL3-dən SL6-ya qədər olmaqla cərgələnmişdir. Başlıqların keyfiyyəti ortalamadır, tam yüksək və yaxud da tam keyfiyyətsiz deyil. 1 ədəd uzadıcı və 1 ədəd P1, 1 ədəd isə burada tam olaraq uyğun gələn dəyəri SL5 dəyəridir. SL5 mənfi uzun nasatkalar var və bu nasatkaların da çox önəmi yoxdur əslində. Siz istənilən kimi içərisini doldura bilərsiniz. Məsələn, mən digər atverka başlıqlarından və yaxud da ki, normal aldığımız drel başlıqlarından da istifadə edirəm bu atverkada. Və qablaşdırmada kutuda çox rahatlıqla bir yer tutur. Heç bir yer işlətmir. Sirkələnmə falan əsnasında da qəti şəkildə düşmür. Qablaşdırmanın özü nə qədər uzun ömürlüdür bilmirəm. Əsasən buraları və buradakı külçoku qırıla bilər. Bu da ki, elastik olduğu üçün inanmıram, tez bir şəkildə qırıla. Mən bunu maşında və açar qabında da işlətmişəm. Uzun müddət, yəni tez bir şəkildə qırılan bir qablaşdırma deyil. Hətta bunu əzim, sizin gözünüzün qabağında da yoxlayım. Gördüyünüz kimi elastikliyindən söz ola bilməz. Burada da müəyyən dəyərləri yazılıb, kutunun içərisini açmamışdan qabaq. Demək olar ki, 5 wattlıq bir atverkadır, kömürlü bir motora sahibdir. Hətta motoru işlədəndə o kömürün iyində hiss etmək olur. 1.3 amper yük çəkir, 4 voltda işləyir. Və burada müəyyən YouTube'dan da M-Top'un öz səhifəsindən bunun videosuna baxa bilərsiniz. Modeli ECSR 0408'dir. M-Top firmasına aid bir atverkadır. Yenə dediyim kimi imenli bu atverkanın Inco'su da var. Eyni qablaşdırma, eyni güc, eyni dəyər. Type-C bir adapterlə zaretka yığdıra bilərsiniz. Zaretka yığdırarkən burada qırmızı işıq yanır. Zaretka tam dolduqda heç bir dəyişmə olmur. Ən azından yəni mən belə bilirəm. Çünki tam zaretka əsnasında yenə qırmızı işığı görmüşdüm. Atverkamızın arxası rezindir, tutağacı və əli o qədər də ağrıtmır. Ələ yatımlı bir duruşu var və ağırlığı da bir o qədər deyil. Yəni narahat edəcək bir ağırlığı yoxdur. Malın da demək olar ki, tarazlığı normaldır. Motor və əsasən gövdə hissəsini bir natarazlığı yoxdur. Əldə bir narahatçılıq vermir. Bir tərəfində firması və digər tərəfində isə özəlliyi yazıb. Yenə burada QR koddan öz videosuna baxa bilərsiniz. Demək, əlavə olaraq qablaşdırmada heç nə yoxdur. Burada bir ədəd işıq var. İşlətdiyimiz zaman yanır, gecikmə yoxdur işıqda. Gecikmə olsaydı daha yaxşı olardı. Bir dəfə basıb bir 5 saniyə sonra keçsəydim, məncə daha yaxşı olardı. Çünki hər dəfə şurupu açdıqca bir dəfə basıb buraxıb şurupun yerini tutturmaq lazımdır. Bu əsnada da gərək biz işlədili saxlayaq ki, qaranlıq bir yerdə o şurupu atverkaya tuttura bilək. Yəni bu mənfisidir. Başlığı bir ədəd başlıq çıxır, heç bir tax çıxar külçoku yoxdur.
və sadəcə maqnet vasitəsilə saxlayır. Əgər maqnet düşsə nə etməlisiniz? Sadəcə bir maqnet yapışdırmalısınız. Əlavə özəlliyi yoxdur. Amma tutuşu normaldır. Tez şəkildə çıxmır maqneti. Normaldır. Hətta uzatmasının maqnetinə də baxaq burada. Mən burada PB nasatqanı əlavə edim. Yox, SL5 oldu. SL5-i əlavə etdim. Gördüyünüz kimi ikisi də maqneti normal şəkildə atverkamızın özünü saxlayır. Burada əlavə olaraq irəli-geri knopkası və tormuz knopkası var. Tormuzda isə knopkanı basmaq olmur. Və burada da atverkamızın rejimini dəyişmək olur. Atverkamız düz atverka şəklində etmək olur. Atverkamız bu şəkildə idi. İndi isə keçək güc testinə şurupu açıb bağlamağına. Burada bunun bir üst modelində burada Newton ayarı var. Müəyyən güclərdə atverkamız dayansın. Bunda da ayar olsaydı super olardı. Çünki atverkada çox önəmli bir şeydir. Bunu bağladığımız zaman onsuz gücü çoxdur. Abarotu az olsa da gücü çoxdur. Bəzən şurupun başını yemə və yaxud da ki, şurupun o bağladığımız şurupu əsasında cihazlarda falan arxasını qıra bilər, kapron hissəsini. Yəni ehtiyatla işlədir. Bas-buraxdan belə işlətmək lazımdır. Və atverkanı tez bir şəkildə çəkmək lazımdır ki, yoxsa şurupu qıracaq və arxasını qıracaq. Bu şəkildə idi atverkamız. İndi isə keçək güc testinə. Atverkanın güc testində bu cür bir taxtamız var. Bu taxtaya müəyyən şuruplar vuracaq. Gördüyünüz kimi təxminən 1.5-lıq bir taxtadır qalınlığı. Və burada balaca şuruplarımız var. 2.5'lik bir şuruplar olmalı səhv eləmirəmsə. Bu şurupları taxtaya vuracağım. Gördüyünüz kimi tam şəkildə oturdu və o qədər də güc çəkmədən yəni atverkada dayanma olmur. Düzdür, naqruzkanın səsini hiss edirik. Ancaq atverkada dayanma olmur. Yenə bir ağ şurupum var. Ağ şurupun biraz daha qalındır korpusu. Şurupun başında yeyilmə olur, ancaq atverkamız dayanmır. İndi bir ədəd 5'lik şurupum var. Gördüyünüz kimi atverkanın başında biraz yeyilmə ola bilər, ancaq atverkamız dayanmır. Tam gücündən işləyir. Və bir ədəd də burada pitminutka içliyim var. Bu pitminutka içliyində yəqin ki, çoxunuz tanıyırsınız. Bu pitminutka içliyində əsasən burada klapanı var. Bu klapanın şuruplarını biraz açmaq çox çətin olur. İlişmələri olur. Bu da bir köhnə pitminutka içliyidir. Mən burada yoxlamaq istəyirəm və bu atverkada ilk abarotu götürəndə bir qüvvəsi olur. Ondan da istifadə edib bu şurupları boşaltmaq istəyirəm. Amma atverkanı tam olaraq bərk saxlamalıyam. Baxın, bağlama istiqamətidir. Açmaya qoyuram. Tam rahat şəkildə açılır. Gördüyünüz kimi bağlayıb açma da bu şəkildədir. İndi mən birini əlimdən açmaq istəyirəm. Açdım. Yenə də tam sıxım. Əlimlə tam sıxım hətta. Tam olaraq sıxdım. İndi açıram. Gördüyünüz kimi tam kip bağlı və kip vəziyyətdə də rahatlıqla açılır. Buradakı qazın klapanlarını açıram. Bax, bu şurupda kilitləşmə var. Şurupun başlığı yerdir. Buradakını açdım.
Bunun başlığını tam olaraq düzləşdirdi, ancaq atverkada nə dayanma var, nə də ki şurup açıldı, inadlaşıb. Artıq bunu başqa bir yöntəmlərlə məcbur asmaq lazımdır. Bax, burada kilitləşmə oldu artıq atverkamızda. Amma bir neçə cəhddən sonra şurupumuzu açdıq. Tam olaraq başlığı oturmuşdu, yeyilmə vermədi, ancaq şurupumuzda açılmaq istəmirdi. Amma bir neçə cəhddən sonra şurupumuzun o kilitləşməsi açıldı. Atverkamız bu şəkildə idi. Ümid edirəm ki, atverkanı və videonu bəyəndiniz. Əgər belədirsə, videonu bəyənməyi unutmayın. Bu cür formada videoların gəlməsini istəyirsinizsə, qutu açılımı incələmə, hansı bir malı incələtmək istəyirsinizsə, sponsor olaraq göndərə bilərsiniz. Burada bir yerdə nə var, mənfisi və ya müsbəti rahatlıqla incələyərik. Siz də görmüş olarsınız, həmin mal haqqında tanış olmuş olarsınız. Əgər belə bir mal varsa, Instagram səhifəsindən yaza bilərsiniz. Və bugün biz M-Top firmasının zərətqalı atverkasını incələdik. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər belədirsə, videonu bəyənməyi, kanala isə hala abunə deyilsinizsə, abunə olmağı unutmayın. Gələcək videolarda, daha aydınlıq sabahlarda görüşənədək hər birinizi çox sevirəm.